جعلنا لبشر من قبلك الخلد. Allahın kitabından qəlbində bir şey daşıyırsansa və o qəlb zəngin bir qəlbdir. Və həmçinin Quran nə qədər çox oxuyarsansa, bil ki, qiyamət günü sənin üçün şəfaətçi olacaqdır. Ona görə dəyərli müsəlmanlar, Quran-ı Kərim Allah Taala'nın mübarək kəlamıdır və ona dəyər vermək lazımdır və onu oxumaq lazımdır. Və həmçinin çalışıb qısa və yüngül olan surələrdən əzbərləmək və həmçinin eləcə də bilmək lazımdır ki, Quran-ı Kərim Allah Taala'nın əzəmətli kitabı, onun kəlamı içərisi öyüdlərlə və ibrətlərlə dolu olan bir kitabdır. Quran-ı Kərim insanları yalnız haqqa yönəldir, doğruya yönəldir. Quran-ı Kərimi oxuyan üçün savab və mükafat vardır. İnsan Quran-ı Kərimdən yalnız ibrətlər ala bilər və böyük bir çox öyüd və nəsihət götürə bilər və özü üçün həyatında tətbiq edə bilər. Və hər bir müsəlman Quran-ı Kərimi oxuyub, öyrənib və ona əməl etməyə çalışmalıdır. Allahdan istəyirəm bizi Quran-ı Kərimi öyrənib, onu oxuyub və ona gözəl şəkildə əməl edən qullarından etsin.